E, Rəqəmlərlə mən göstərirəm. Siz hansı yarımada, ada, çay fərqi yoxdur. Hər hansısa bir coğrafi obyekt olduğunu deyəcəksiniz. Bir rəqəmi ilə göstərilən ümumi şəkildə deyə bilərik. Labrador Labrador yarımadası. yarımada. Labrador yarımadası qütb dairəsi ilə kəsişirmi? Bəli. Yanınızda xəritə olsun. Mütləq şəkildə müəllim sual verəndə baxın. Yaxşı. Qütb dairəsi Kəs. təxminən buradan keçdiyinə görə kəsişmir. İki rəqəmi ilə göstərilən ada. Baxın. Afin. Əla. Üç rəqəmi ilə göstərilən Uzun körfəz. körfəzi. Uzun körfəzi, düzdür. Sonra 4 rəqəmi ilə göstərilən dəniz. Bering Bering dənizi. dənizi. Bering. 5 rəqəmi ilə göstərilən boğaz. Bering. Bering boğazı. Bering boğazı. 6 rəqəmi ilə göstərilən dəniz. Beaufort dənizi. 7 rəqəmi ilə göstərilən dəniz. Skot, düzdür. 8 rəqəmi ilə göstərilən dəniz. Baffin dənizi. Baffin dənizi. Əla. Bəs bax bu adalar qrupu necə adlanır? Kanada. Kanada Arktik, arxipelaq. Əla. 9 rəqəmi ilə göstərilən yarımada. Kaliforniya. 10 rəqəmi ilə göstərilən yarımada. Yucatan yarımadası. Yucatan. 11. Florida. Düzdür. 12 rəqəmi ilə göstərilən ada. Kuba. Kuba. 13 rəqəmi ilə göstərilən ada. Jamaica. Yamaykadır. Jamaica. Yamayka. 14 rəqəmi ilə göstərilən. Haiti. Haiti. Haiti adası iki ölkəyə aiddir. Nümunə kimi deyirəm. Kuba adasında zəngin şəkər qamışı əkilir, şəkər qamışı ehtiyatları var. Və Kuba adası, Kuba dövləti sosialist ölkədir. Yamaykada zəngin boksit ehtiyatları mövcuddur. 15 rəqəmi ilə göstərilən dəniz. Karib dənizi. 16 rəqəmi ilə göstərilən körfəz. Körfəzi. 17 rəqəmi ilə göstərilən körfəz. Kaliforniya körfəzi. 18 rəqəmi ilə göstərilən körfəz. Müqəddəs Lavrenti. Müqəddəs Lavrenti. Bəli, bax burada müqəddəs Lavrenti sayı daxil. 19 rəqəmi ilə göstərilən körfəz. Alyaska. Alyaska. 20 rəqəmi ilə göstərilən dəniz. Bering. Bering dənizi. 21 rəqəmi ilə göstərilən yarımada. Alyaska. Alyaska. Bax burada göstərilən hündürlüyü 6194, bəzən də 95 metr verilən McKinley. McKinley zirvəsi. Bəli. Bax bu zirvənin materikin ən hündür zirvəsi desə düzdür. Şimali Amerikanın ucqar nöqtəsidir. Ən hündür nöqtəsidir. Hündür nöqtə demişkən gəlin ucqar nöqtələri də tanıyaq. Bax 21 rəqəmi ilə göstərilən ucqar nöqtə. Metsu. Butiya yarımadasında yerləşən hansı burundur? Metson. Bəli. 22 rəqəmi ilə göstərilən. Mariato. Mariato. 23 rəqəmi ilə göstərilən. Saint Charles. Saint Charles. Sonra 24 rəqəmi ilə göstərilən. Wales şahzadəsi burunu olacaq. Burada sonra 25 rəqəmi ilə göstərilən bir hövzə var. Böyük hövzə. Tamamilə doğrudur. Kordilyer dağlarının qərb hissəsində yerləşən silsilə necə adlanır? Əla, sahil silsilə. Sonra şərq hissəsindəki silsilə necə adlanır? Əla. Qayalı dağlar. Sonra burada yerləşən yayla. Meksika yaylası. Eyni adlı ölkə. Bəli. Meksika yaylasında fəaliyyətdə olan vulkanlar mövcuddur desə. Bəli. Bəli, burada bəli, Toxomulco, Columa, Popocatépetl vulkanları mövcuddur. Meksika yaylasında və ondan cənub hissədə. Sonra bax bu hissədə yerləşən ovalıq. Eyni adlı çayın adı ilə bağlıdır.
Mississippi. Mississippi ovalığı. Bəs burada yerləşən ovalıq Meksika yanı. Meksika. Meksika yanı, bura Atlantik yanı. Atlantik yanı. Sonra bir rəqəm ilə göstərilən dağ sistemi. Apalaçlar. Apalas dağları. Ən hündür zirvəsi 2037 Mitsi. Mitsi. Bəli, 2037. Yaşına görə necə dağlardır Mitsi? Qədim. Qədim dağlardır. Bir rəqəm ilə göstərilən yarımada. Ada daha doğrusu. Newfoundland yanı. Newfoundland adası hansı ölkəyə aiddir? ABŞ yoxsa Kanada? Kanada. Kanada'ya Kanada. aiddir. Əla. Sonra bu çayımızın adı nədir? Mississippi. Mississippi-nin qolları var. Biri bu tərəfdən gəlir, bir də bu tərəfdən. Ohio. Biri Arkansas. Arkansas. Missouri. Bura Missouri'dir. Ohio, bu da Arkansas. Bəli, əsas qollarıdır. Bir rəqəm ilə göstərilən göl. Yukarı. Georgia. 2, Michigan. Michigan. 3, Boron. Erie. 4, Ontario. 5. Ontario. Bax, uşaqlar, bura yuxarıdır. Bura Michigandır. Bura Hurondur. Bura Erie'dir, bura Ontario. Erie ilə Ontario arasında Erie gölündən Ontario gölünün Niagara çayı axır. Üzərində də Niagara şəlaləsi var. Bu göllər hansı deməli ölkələrə aiddir? Michigan ABŞ-da yerləşir. Bəli, Michigan təkcə ABŞ-a aiddir. Qalanları isə ABŞ, Kanada ərazisində iki ölkəyə aiddir. Bunlar birlikdə necə adlanır? Böyük göllər. Bunlar nə nəticəsində yaranıb? Hansı proses nəticəsində? Uzlaşma. Göllər nə mənşəlidir? Buzlaq mənşəli. Buzlaq mənşəli. Buzlaq mənşəli göldürsə necə yaranır? Nəyin nəticəsində yaranır? 4-cü dövr buzlaşma. Bəli, 4-cü dövr buzlaşma nəticəsində yaranıb. Sonra Kanadanın şimal hissəsində yerləşən göllər. Bir rəqəm ilə yerləşən göl, Böyük ayı. 2 rəqəm ilə Böyük göl. böyük gölə, sonra Winnipeg. Winnipeg, bir də var Itaska'ydı. Athabasca, bir də Itasca gölü. Itasca gölü buradadır aslında. Mississippi çayı Itasca gölündən başlayır. Bəli. Sonra çaylara keçək. Bu hansı çayımızdır? Mackenzie. Mackenzie hara tökülür? Beaufort dənizinə. Beaufort dənizinə. Bu hansı çaydır? Yukon. Hara tökülür? Bering dənizinə. Bering dənizinə. Əla. Bu hansı çaydır? Colorado. Hara tökülür? Kaliforniya körfəzinə. Kaliforniya körfəzinə. Əla. Sonra bu hansı çaydır? Kolumbiya hara tökülür? Sakit Okeana. Birbaşa Sakit Okeana. Əla. Bu hansı çaydır? Rio Grande. Əla. Rio Grande hansı ölkələr sərhəddindədir? Meksika və ABŞ. Meksika, ABŞ sərhəddində yerləşir. Bu hansı yarımada oldu? Yucatan. Bir də burada sahilsiz dəniz yerləşir. Adı nədir? Sarqas. Bəli, Sarqas dənizi. Buradakı dənizi həm bayaq dediniz. Sonra keçək Avropaya. Daha doğrusu Avrasiya. Avrasiyanın ucqar nöqtələrini öncə sizlə bir yerdə təkrar edəcək. Bir rəqəm ilə göstərilən ucqar nöqtə Çelyuskin. 2 rəqəm ilə göstərilən PI burnudur. Bəli. 3 rəqəm ilə göstərilən Dejinyov. Sonra 4 rəqəm ilə göstərilən Roka. Asiyada Babadır. Kiçik Asiya yarımadasında yerləşir, Türkiyədə. Baba. Ümumiyyətlə Avrasiya dediyimizə görə Baba burnu verilmiş kitablarda. Roka burnunu biz götürməliyik. Bir rəqəm ilə göstərilən dəniz. Yapon dənizi. Yapon dənizi. 2 rəqəm ilə göstərilən Sarı dəniz. Sarı dəniz. boğazı. Üzr istəyirəm, Koreya boğazı. Düz deyirsiniz. Boğazdan söhbət gedir. 4 rəqəm ilə göstərilən boğaz. Tatar. Tatar. Bu boğazın adı nədir?
Laperuz boğazı. Laperuz boğazı, əla, super. Sonra bu dənizin adı nədir? Oxotsk. Oxotsk dənizin içərisində yerləşən. Burada bir körfəz yerləşir. Şelxoy. Şelixov körfəzi, düzdür. Burada yerləşən adalar qrupu. 3 rəqəmi ilə. Kuril. Kuril adaları. Sonra 4 rəqəmi ilə Kamçatka. Kamçatka. Kuril, Kamçatka Rusiyaya aiddir. Sahalin də Rusiyaya aiddir. Sonra burada göstərilən dəniz. Karadeniz. Karadeniz, Burada Şərq içində, Şərqi Deniz. Şərq üçün. Sarı dənizə tökülən çay. Xuanxe. Xuanxe, düzdür. Sarı Kamçatka. Şərq içində tökülən Yansızı çayıdır. Avrasiyanın ən uzun çayı hansıdır? Yansız. Yansızı. Yansızı, Xuanxe hər ikisi yalnız Çin ərazisindən axıl ifadəsi Doğrudur. doğru ifadədir. Bu adalar qrupumuz necə adlanır? Filippin. Filippin adaları, əla. Buradakı adanın adı nədir? Tayvan. 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 Və buradakı Hay. Hainan. Buradakı Tayvandır, buradakı isə Hainan. Və buradakı dənizin adı nədir? Cənub Deniz. Cənubi Çin. Buradakı körfəzin adı nədir? Siyam. Siyam körfəzi, Siyam körfəzi, əla. Siyam körfəzi hansı yarımadaların sahillərini yuyur? Hintçin, bir de Hindisinde Malakka. 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 Hindçin, Malakka, əla. Sonra bu dənizimizin adı nədir? Daman. Andaman. Bu dənizin adı nədir? Ərəbistan, Benqal körfəzi, daha doğrusu dəniz deyil, körfəzdir. Bir rəqəm ilə göstərilən ada. Kalimantan, Kalimantan. 2, Sumatra, Sumatra. 3, Yava. Yaba. Yavadır. 4, Sulawesi. Sulawesi. Sulawesi, 5, Papua Yeni 6, Filipin arkalı. Filippin arxipelagı, 7, Şri Lanka. Sri Lanka, Sri Lanka'dır, düzdür. Sonra 8 rəqəm ilə göstərilən yarımada. Hindistan. Ərəbistan yarımadası, Hindistan, 9 rəqəmi. Arabistan. Ərəbistan. Hindistan Ərəbistana oxşar cəhət nədir? Okeana yolu var. Necə? Ərəbistan dənizində çıxılır. Ərəbistan dənizinə çıxışı var, düzdür. Başqa nə qədər xüsusiyyət demək olar. Prosta mən beynimdə birini Materik tutmuşam. Materik tipli tavada yanılır. Materik tipli tavalardır, düzdür. Sonra tropik xətt ilə Asiyada yerləşirlər. Asiyada yerləşirlər. Amma əsas nə idi? Əsas məsələ Avrasiyaya sonradan birləşmişlər. Qədim Gondvanaya aiddir. Yəni Avrasiya sonradan birləşmiş yarımadalardır. 10 rəqəmi ilə göstərilən yarımada Anadolu. Anadolu. Anadolu yayladır da, yarımada Asya. Kiçik Asiya. Asya. Bəli. 11 rəqəmi ilə göstərilən yarımada Kırım. 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 Krım yarımadasıdır. Sonra bir rəqəmi ilə göstərilən yarımada Skandinaviya. 2, Kola. Kola. 3, Timer. timer 4, Kod. Yıkım. kod yarımadasıdır. Düzdür. Keçək düzənliklərinə. Bir rəqəmi ilə göstərilən düzənlik. Mesopotamiya. Mesopotamiya. Mesopotamiyada axan çaylar. Dəclə və Fərat. Dərbənd. Dəzlə, Fərat. 2 rəqəmi ilə göstərilən düzənliyimiz. Dekan. Dekan deyil, dekan burada yayladır. Bu yaşıldırsa ovalıqdır. Hindqan. Hindqan. Hansı çaylar axır Hindqan ovalığından? Hind. Hind çayı və Qanq çayıdır da. Hind-Qanq çayı. Çayların adı ilə bağlıdır. 4 rəqəmi ilə göstərilən düzənlik. Dekan yayılır. Dekan yaylası. Əla. 5 rəqəmi ilə göstərilən düzənlik. Turan. Ovalığı hansı türk dövlətləri arasında yerləşir? Türkmənistan, Özbəkistan, Türkmənistan, Özbəkistan, Qazaxıstan. Qazaxıstan. Əla. Turan ovalığı, Əfqanistan türk dövlətidir. Turan ovalığı Aral dənizi. hansı dəniz yerləşir Turan ovalığında? Aral dənizi. Turan ovalığına ərazisinə axan çayların adı nədir? Amudərya və Sırdarya. Amudərya və Sırdərya. Əla. Sonra növbəti 4 rəqəmi ilə verilən düzənliyimiz. Qərbi Sibir düzəni. Qərbi Sibir.
Bax bu dağ sistemimizin adı nədir? Ural. Ural Ural. dağı. Ural dağları. Ural dağlarının şərqində yerləşir. Qərbi Sibir. Bəs qərbində yerləşir. Şərqi Avropa. Şərqi Avropa. Şərqi Avropa. Əla. Qərbi Sibirdən şərqdə yerləşir. Orta Sibir. Orta Orta Sibir. Sibir. Sonra bax burada yerləşən silsilələrimizin adı nədir? 8 rəqəmi. Yetrinski, Çerski. Verxoyanski, burada 9 Çerski. Bura isə Sahalin. adada deyil, axı adanı göstərmirəm. Sxota Alin. Sxoti Alin. Bəli. Bax Verxoyanski, Çerski, Sxoti Alin. Bunların üçün bir yadda saxlayın. Verxoyanski, Çerski, Sxoti Alin. Çünki bunlar Mezozoik qırşıqlığında yaranıb. Bir rəqəmi ilə axan çay, göstərilən çay. Volqa. Volqa Volqa. 2 rəqəmi ilə göstərilən çay. Ural. Ural dağlarından başlayır, bəli, Ural çayıdır. 3 rəqəmi ilə göstərilən çay. Peçoraydı. Petsora, əla. 4 rəqəmi ilə göstərilən çay. Ob. Sonra 5 rəqəmi ilə göstərilən çay. Yenisey. Yenisi 6 rəqəmi ilə göstərilən çay. Lena. Lena. Lena çayıdır. Sonra 7 Indigirka. Yana 7 8 Yana Indigirka çaylarıdır. 9 rəqəmi ilə göstərilən çay. Tatar boğazına tökülür, Oxud dənizinə. Amurdu. Amur çayıdır, düzdür. 10 rəqəmi ilə göstərilən çay. Emba. Yo, Amudərya, en baxası. Sırdərya. Bəli. Bunlar hansı? Amudərya hansı? Sırdərya. Bir Aşağıda olan Amudəryadır. Amudəryadır, Yuxarıda olan Sırdərya. Sırdərya, əla. Bunların başladığı dağ sistemi bax bu dağlardır. Adı nədir? Hindiquş. Xeyr, Himalay dağları Tian Shan. aşağıdadır. Tian Shan. Tian Shan Tian dağları, Shan. bəli. Hindiquş buradır, bura isə Tian Shan dağlarıdır. Tian Shan, sonra bura, Altay. bura Sayan. Bunlar Sayan. necə dağlar idi? Tian Shan, Altay, Sayan. Kırışık fayda. Dantana. Qırışıq, Faili, yəni yenidən törəyən dağlar idi. Hündür dağdan başladığına görə Amudarya Sırdəryanın qidalanmasında üstünlük təşkil edən mənbə nədir? Buzlaq, qar buzlaq. Buzlaq mənşəli. Bəli. Sonra burada yerləşən səhra, Gobi Gobi. Sahra. Gobi səhrası. Gobi səhrasının şimal-şərqində yerləşən dağ sistemi. Pingan. Pingan. Pingan dağları, əla. Xuanxe və Yansız çayları arasında yerləşən düzənlik. Böyük Çin düzəni. Böyük Çin düzənliyi, əla. Buradan axıb Böyük Çin dənizinə tökülən, daha doğrusu Cənubi Çin dənizinə tökülən çay. Mekong. Mekong çayıdır, əla. Bir neçə ölkədən keçir və Cənubi Çin dənizinə tökülür. Bəs buradakı çayların adı nədir? Andaman dənizinə tökülən çaylar. Brahmaputra. Iravadi. İravadi və Salin. Salin çayları, düzdür. Bir dənə sual verim, bunu məntiqlə fikirləşin, sonra cavab verin. Bax, bu bayaqdan saydığımız Amur, Xuanxe, Yangtzı, Mekong, İravadi, Hind, Qanq, bu çayların qidalanmasını üstünlük təşkil edən mənbə nədir? Daha doğrusu, nə zaman bozdu olur bu çaylar? Bax, buradakı çaylar. Muson rejimidir, ona görə yayın. Əhsən. Bu cavab gözləyir. Muson rejimlidir və ona görə. Sonra bir rəqəm ilə göstərilən körfəz. İran körfəzi. İran körfəzi. İran körfəzi. Bax, buradakı boğaz, Hörmüz. Hörmüz boğazı, buradakı körfəz, Oman. Oman. körfəzi. Yox, Oman körfəzidir, bəli. Ədəm buradadır. Deməli uşaqlar, bu burada İran körfəzidir. Dünya neftinin əsas hissəsi hal-hazırda dünya bazarına buradan çıxarılır və bu boğaz vasitəsilə dünyanın ən çox neft daşınan boğazıdır. Bu gün İran müharibəsi nəticəsində İran bu körfəzi bağlayıb, yəni dünyanın əsas enerji təminatçısı olan bu boğaz artıq bağlıdır. Yəni bu da buradan neft alan ölkələrin iqtisadiyyatına böyük təsir göstərəcək. Sonra, bax, buradakı səhranın adı nədir? Teklemekan. Tərkləməkan. Buradakı dağ sisteminin adı, daha doğrusu yaylanın adı nədir? Tibet. Tibet. Tibet yaylası. Tibet yaylasının cənub hissəsində yerləşən bu dağ sistemi dünyanın ən hündür dağ sistemi olan Himalay. Himalay. Himalay dağlarıdır. Doğru. Qısa Avropanda sual-cavab edək, keçək. Bir rəqəm ilə göstərilən ada. İslandiya. İslandiyada yerləşən vulkan. Hekla. Hekla, bir də Vardar. Düzdür. Deməli, İslandiya hansı tavan sərhədində yerləşir? İslandiyada. Bilirsiniz ki, divergentdə yerləşən Divergentdən. dünyanın ən Avropa böyük ilə adasıdır. Atlantik. Şimali Amerika Yox, və Şimali Amerika ilə Avrasiya.
Avrasiya tavalarının ayrımı. Burada Tingvellir Milli Parkı var idi ki, ayrımı müşahidə edilirdi. Və burada geyzerlərdən istifadə olunur. Yəni ən böyük vulkanik adasıdır. 2 rəqəmlə göstərilən ada. İrlandiya. İrlandiya. 3, Böyük İngiltere. Britanya. Britanya. 4, Brezilya. Sicilya. Sardinya. 5, Ha, Sicilya. Sicilya. 6, Korska. Korsika. 7, E, Krek. Beş. Krek. bu 7 Kipirdir. 8, Krit. Krit. Krit adasıdır. Və bu adaların adı nədir? Balear Balear. adalarıdır, yadda saxlayarsınız. Sonra yarımada, bir rəqəmlə göstərilən yarımada. İskandinaviya. 2, Kola. 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 3, Jutlandiya. Finlandiya, 4, Pireneyi. Pine. 5, Apenin. 6, Balkan. Balkan, 7, Kırım. Kırım. 8, Kiçik Asya. Siyasi. Kiçik Asiya yarımadasıdır. Əla. Keçək dağ sistemlərinə. Bir rəqəm ilə göstərilən dağ sistemi. Piriney. Piriney dağları düzdür. 2 rəqəm ilə göstərilən dağ sistemi. Alp. 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 3 rəqəm ilə göstərilən dağ sistemi. Pireneyin. Apenin. Apennin. Apennin. Bax, Piriney, Apennin eyni adlı yarımadalarda yerləşir də. Apennin yarımadasında yerləşən vulkan Vezuvi. Vezuvi. Vezuvi vulkanıdır. Əla. Sonra bu qövsvari olan dağımızın adı nədir? Karpat. Karpat. Karpat dağları. Əla. Burada yerləşən dağ sisteminin adı nədir? Dinar. Alp. Eyni adlı yarımadada yerləşir. Balkan. Bəli, Dinar, Balkan Balkan. dağları deyəcəksiniz. Balkan kifayət eləyər, çünki əsas da yarımadaların adları ilə bağlı olan dağlar belə. Türkiyənin şimal hissəsində yerləşən dağlar, cənub hissəsində yerləşən dağlar, Tavır. dağlar, şərq hissəsində yerləşən yayla, Anadolu yaylası. Anadolu yaylası. Əla. Keçək dənizlərə. 1, Azov. 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 2, Qaradağ. Qaradağ. bunların arasında yerləşən boğaz. Dardanel. Yox. Dardanel çatmamış. Kers boğazı var. Yaxşı. Sonra burada yerləşən 3 rəqəmi ilə göstərilən dəniz Dunay. Mərmərə. Mərmərə dənizidir. 2 ilə 3 arasında yerləşən boğaz, o Türkiyənin Dardanel. məşhur körpüləri, Bosfor. Bosfor, İstanbul boğazı və yaxud da Bosfor boğazı deyilir. Artıq bura isə 4 rəqəmi ilə göstərilən boğaz Dardanel. Dardaneldir. 5 rəqəmi ilə göstərilən dəniz Egey. Egey Ege. dənizidir. Ümumiyyətlə bu böyük dənizimiz Aralıq. Aralıq dənizidir. Amma Aralıq dəniz içərisində bir neçə dəniz var. Məsələn, bir rəqəmi ilə Adriatik, Artıq. 2 İyon. İon, 3 Tiren dənizi olacaq. Yaxşı. Sonra keçək Avropanın ən uzun çayı. Şərqi Avropa düzənliyindən axan çay. Volqa. Bəli, hara tökülür? Xəzərə. Xəzərə. Avropa ilə Asiya arasında yerləşən növbəti çayımız Ural. Ural. Ural çayıdır. Bax, buradan bu çayın adı nədir bəs? Don. Azova tökülən. Don çayı. Bəli, Volqa ilə Don çayını birləşdirən kanal Volqa-Don kanalı. Sonra Avropanın ikinci ən uzun çayı, əhəmiyyətinə görə isə Dunay. birinci Dunay. Dunay çayıdır, düzdür. Buradan isə Dnepr Dnepr dənəsi. çayları axır. Burada yerləşən ovalıq və eyni adlı çay, Po. bəli, Po çayı olacaq. Sonra buradan axan çayımızın adı nədir? Piriney yarımadasında. Dora. Taxo və Doro çayları olacaq. Fransanın ərazisinə axan çaylarımıza aiddir. Loara. Bu Sena. Luara'da aşağıdakı Luara. Bu Sena. Sena'dır. Sena. Sonra bir dənə də məşhur burada çayımız var. Reyn. Hollandiyanın Reyn. Reyn çayı. Reyn. Bəli, Reyndən sonra gəlir Elba. Elba. Elba, düzdür. Burada isə Odra. Bir də bayaq buradakı çay dediniz. Şimal Buzlu okeana tökülən bax bu çay. Peçora çayıdır. Keçək Avropanın bax burada yerləşən düzənliklə. Bir rəqəm ilə göstərilən düzənlik Almanya. Almanya. Polşa. Almaniya, Polşa. 2 rəqəm ilə göstərilən düzənlik
Şərq Şərq Avropa. Şərqi Avropada göllərin sayının çox olması ilə əlaqədardır? Dördüncü Dördüncü qutuplaşma. Bəli. Burada həm də hansı relyef formalara rast gəlinir? Moren tirələri tapılır. Buzlar. Buzlar Sirdə. relyef formaları. Düzdür. Sonra bu dənizimizin adı nədir? Baltik. 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 Baltik dənizi içərisində yerləşən körfəz. Botnik. Botnik. Sonra Fil Fil körfəzi. sonra Fil. Botnik beyin Riga körfəzləridir. Sonra 5 rəqəmi ilə göstərilən dəniz. Şimal dənizi. Şimal. 6 Norveçdən. Norveç. Norveç. 7 rəqəmi ilə Barents. dənizi. Buradan axan və Avropanın iqlimini mülayimləşdirən cərəyan Atlantika cərəyan. Şimali Atlantika cərəyanıdır. Necə cərəyandır? İstek. İsti cərəyan. Düzdür. 7 rəqəm, 8 rəqəmi ilə göstərilən körfəz. Körfəzi. Biskay körfəzi. Əla. Buradan Lamanş buradakı boğazlar Lamanş. La-Manş və Pas-de-Calais. Pas-de-Calais. Buradakı boğazların adı nədir? Skagerrak və Kattegat. Bunları yadda saxlayın. Skagerrak, Kattegat boğazları burada yerləşir. Sonra bu düzənliyimizin adı nə oldu? Oydu. Po çaydır. Po çayına Padan ovalığı. Po və yaxud da Padan ovalığı deyə bilərsiniz. Və buradakı ovalıqların adı nədir? Orta Dunay. Orta Dunay. Bəli, burada isə Aşağı Dunay. aşağı Dunay. Belə. Bax, gələn dəfə Cənub materiklərini bax bu formada öyrənirik.